Salam, hər vaxtınız xeyir olsun. Mən Orxan Məmmədov, məntiq müəlliminiz. Sizlər üçün hazırladığımız ikinci ali təhsil hüquq imtahanı üçün hazırladığımız 10 məntiq sualının izahına baxırıq bu günləri. Elə vaxt itirmədən başlayaq bir nömrəli sualımızla. Bu bir nömrəli sualımız kifayət qədər asan olan sual tiplərindən biridir. Bizə deyir ki, aşağıdakı fiqurlardan hansının perimetri daha böyükdür? Bu halda nə etmək lazımdır? Uşaqlar, perimetr deyəndə nə başa düşürük? Fiqurun yanda qalan tərəflərinin uzunluqlarının cəmi. Yəni alınmış bu fiqurun yanda qalan tərəflərini götürməliyik. Belə deyək də, perimetr deyəndə mən uşaqlara belə bir qayda deyirəm ki, hasar nəzərdə tutulur. Yəni həyətli tutalım ki, bu formada hasarımız nə olur? Qıraqdan olur da ancaq. Bunları sayacaq. Ən böyük hansıdırsa onu hesablayacaq. Başlayaq elə vaxt itirmədən saymağa. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Bu fiqurun perimetri 18-dir. Burada qeyd hissəsində də deyir ki, fiqurlar eyni altı uzaqlıqdan düzülüb. Yəni o deməkdir ki, bütün fiqurların bu tərəfləri yaxud bu tərəfləri bir-birinə bərabərdir. B variantındakı fiqura baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22-dir. C-yə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18-dir bunun perimetri. D variantına baxıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25 və 26. Bunda perimetr 26-ya bərabər oldu. Gəlin yeni də yoxlayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. Bunda perimetri 22 oldu. Ən böyüyünü soruşurdu, ən böyük oldu D variantı. Davam edək 2 nömrəli sual. 2 nömrəli sualımız fiqur ədəd əlaqələri mövzusuna aid olan bir test tapşırığıdır. Burada məsələ nədən ibarətdir? Yoldaşlar, rahat sualda əslində görmək lazımdır sadəcə. Burada məsələ nəyə bərabərdir? 4 üstü 3, yəni 4-ün kubu bərabərdir 8 üstü 2. Yəni 2-ni gətirib 8-in üstünə yazsın. Yəni 8-in kvadratı. 4-ün kubu 64-dür, 8-in kvadratı 64-dür. Bir-birinə bərabərdir. 9 üstü 3, yəni 9-un kubu bərabərdir 3 üstü 6. Şimdi burada da nə olacaq? Deməli, 1 üstü 19 bərabərdir. Neçənin üstü 7 olar? Sual işarəsinin üstü 7. Yoldaşlar, 1 üstü 19 elə 1-ə bərabərdir. Neçənin üstü 7 1 olar? Təbii ki, 1-in. Deməli, sual işarəmiz olacaq nə? Bir cavabımız olacaq D variantı. Baxırıq digər sualımıza. Anaqramdır. Hər imtahan düşür bu. A variantında verilən söz vahid sözüdür. D-dakı bir sözüdür. Buradakı ədəd sözüdür. Y-dəki yeganə, C-dəki isə tək. Burada fərqli olan ədəddir. Yoldaşlar, ədəd deyəndə biz ədəd ümumi anlayışdır. Ədəd 10 da ola bilər, 70 də ola bilər, 3 də ola bilər. Yəni 1 olmağa məcbur deyil. Amma vahid, bir, yeganə, tək bunun anlayışında 1 olmaq var da. Yəni vahid də 1-dir, bir özü də 1-dir, yeganə də 1 deməkdir, tək də 1 deməkdir. Yəni tək o demək deyil, tək ədəd. Yəni tək, bir tək o demək. Yəni bunlar məna baxımından fərqlənən söz burada ədəd sözüdür. Anaqram formasında da verilir. Baxırıq 4 nömrəli sualımıza. 4 nömrəli sualımız şifrələr mövzusuna aid olan belə bir test tapşırığıdır. Burada biz hardan başlayarıq? İpucu ya əvvəldən, ya axırdan, yəni sətr sütun qaydasını tətbiq edərək çox rahat başa düşə bilərik. Burada məsələn bu 3-cü sütuna baxsam, 3-cü sütunda bütün rəqəmlər eynidir, yalnız 9-dan başqa. Burada da baxsaq, bütün hərflər eynidir, yalnız x-dan başqa. Deməli, burada nəhr sözü bu 5192 yaxud 5192. Buradan da nə nəticəyə gəlmək olar? 5n-dır, yaxud n5-dir. Bunda bu sualdakı axırıncı hərfimiz nə olacaq? 5 rəqəmi olacaq. Ə-ni tapmaq istəsəm, ə olacaq. Burada tapmışıq da artıq 1-dir. Sonra h neçədir? H 9-dur. Sonra da baxarıq, r neçədir? R da 2-dir.
Bunları yerinə yazıb variant çıxa bilərəm. Məsələn, D variantını çıxa bilərəm ki, sonu 5-lə qurtarır. P-nın yerinə qoyarıq 9. Məsələn, üçüncü rəqəmin 9 olduğunu baxaram. Onda A variantı çıxır. A variantı ola bilməz. Sonra, məsəl üçün, Ə-nin 1 olduğuna baxsaq, bütün Ə-lərin 1 olduğunu nəzərə alsaq, variant çıxa bilmirik. Sonra 2-nin də R olduğuna baxsam, burada da 2 olacaq. Demək ki, buna görə də variant çıxa bilmirik. Deməli, digər sözləri tapmağa məcbur var. H dediyi ki, neçədir? 9-dur. Onda hərf sözü budur. Onda mən bunu tapmış oluram. H-nı, Ə-ni, R-nı zaten bilirəm. Bu olur 4. Bu neçə olur? Bu olur 4. Aha. Başqa nəyə tapmış olaram? Qərbi də tapa bilərəm də mən, düzdür. Axırı bu ilə tutaram 4-sə, qərb onda budur. Onda Q nəyə bərabər olmuş olur? Q olur 3. Bu 3-dürsə, qəhrəman 3 ilə başlamalıdır. 3 ilə başlamalıdırsa, artıq B variantında çıxır. Bu iki variantlar arasında qalanda digər sözləri çözmədən də bilə bilərəm ki, məsələn, qəhrəman sözündə 2 dənə eyni hərf yan-yana gəlmir. Amma Y variantı 2 dənə 7-ni yan-yana gətiriblər. Təbii ki, ola bilməz. Aydındır. Bunu elə yəni kör təbii formada da həll edə bilərik ki, cavabımız C variantıdır. Heç durub bu variantları çözməyimə bir o qədər də ehtiyac yoxdur. Sonra baxırıq digər sualımıza. Digər sualımız belə bir cədvəl sualıdır və burada məsələ nədən ibarətdir? Vurma ilə bağlı olan aşkar tipli cədvəl. Baxıram ki, A ilə U-nun hasili 0-dır. Bunları kənarda qeyd edəsəm, əslində daha rahat olar işim. A vurulsun U bərabərdir 0. Sonra baxıram ki, U-nu Q-ya vuranda 6 edir. Yazıram U vurulsun Q bərabərdir 6. Uşaqlar, biz hansı halda hasilin 0 olduğunu bilirik? Vuruqlardan biri 0 olduğu halda. Əgər U 0 olsaydı, burada U-nu Q-ya vuranda yenə 0 eləyərdi. Deməli, burada 0 olan A-dır. A neçədir? A 0-dır. A-nı burada da 0 götürə bilərəm. Başqa hardasa varsa yoxdur deyə götürmürəm. A 0-dır. Okey, A-nı 0 qoyaram. Burada da elə Buraq sözünü soruşur, hərflərini. A-nın yerinə 0-ı qoyaram, rahat şəkildə gedər. Sonra baxıram ki, burada başqa nə var? U-nu U-ya vuranda 9 alır. Yazıram U vurulsun U bərabərdir 9. Hansı ədəd özünə vuranda 9 edir? Təbii ki, 3-ü. Bunda U neçədir? U 3-dür. U-nun yerinə burada da 3 qoyuram, burada da 3 qoyuram. Aha, U 3-dürsə, 3-ü neçəyə vursam 6 eləyər? 2-yə. Deməli, Q oldu 2. Yaxşı, Q-nun yerinə gəl burada da 2 qoyaq. Görürəm ki, Q-nı R-ya vuranda 8 alınır. 2-ni neçəyə vursam 8 edər? Təbii ki, 4. Deməli, R 4. R burada 4-dürsə, burada R-nın yerinə 4 qoyuram. 4-ü neçəyə vursam elə 4-ün özü elər? Təbii ki, 1-ə. Onda bunların hamısını tapdım mən. Bunu da tapdım. Məndən də burada Buraq sözü soruşurdu. Burada da zaten Buraq yazdı belə. Deməli, bu Buraqı toplasaq, buradakı rəqəmlər, mənə lazım olan cavabı almış olaram. Bunları da toplasaq neçə edir? 4, bu da 4, 8 üstünə də 2 gəlsəm eləyəcək 10. Cavabım olacaq C variantı. Davam edək növbəti sualımızla. Növbəti sualımızda məsələ nədən ibarətdir? Yoldaşlar, ardıcıllıqla bağlı belə çox maraqlı bir misaldır. Məsələ nədir? Bax, 14-dən baxaram misala. Buradan biri götürüb yazıblar bura. Buradan da 4-ü götürüb yazıblar. Yəni, xüsusi bir ədəd hesablama yoxdur burada. Yaxud bu 43-ü götürmək istəsəm, buradan 4-ü götürüb yazıblar bura, buradan da 3-ü götürüb yazıblar bura. Sadəcə bundan ibarətdir. Burada 37-ni yazmaq üçün buradan 3-ü götürüb yazıblar, buradan da 7-ni götürüb yazıblar. Aydın, yəni qayda budur. Axıra kimi də ödür. Yoxlaya bilərik. Məsələn, buradan 7-ni götürüb buraya yazıblar, buradan 5-i götürüb buraya yazıblar. Buradan 5-i götürüb buraya yazıblar, buradan 9-u götürüb buraya yazıblar. Buradan 9-u götürüb buraya yazıblar, buradan da 6-nı götürüb buraya yazıblar. Yəni, bunun sonuncu rəqəmi, bunun ilk rəqəmi deməkdir. Aydındır. İndi davam edirik. Buradan, məsələn, bu 2 hardan gəlibdir? Buradan birinci rəqəmi götürüb yazıblar. Belə bir 2. Yaxud bunun sonuncu rəqəmi götürüb buraya yazaram. Bunun da birinci rəqəmini götürüb buraya yazaram. Onda olar. Cavabım nə olar? 28 olar. Necə ki, burada da 8 götürüb buraya yazıblar. Cavabım olar A variantı. Sonra keçək baxaq bu birisi tərəfdəki suala. Görək bu biri tərəfdə bizimlə sual görür. Belə bir sualdır. Dəfələrlə imtihana düşmüş suallar və
baza sualıdır. Çox imtahanlarda istifadə olunubdur. Sizin imtahanlarda da düşəcəyinizi ehtimal elədiyimizə görə, yaxud düşmə ehtimalı olduğunu fikirləşdiyimiz üçün belə bir sual salmışıq sınağa. Burada məsələ nədir? Yoldaşlar, burada əslində bunu belə qatlayırlar. Bunu da belə qatlayırlar. Və buradakı bu hərflə, yəni S hərfi ilə, buradakı B hərfi nəticə verir bizə M. Sanki bir növ toplama kimi fikirləşin də. Yəni S ilə B-ni üst-üstə qoyanda bizdə alınıbdır nə? M hərfi alınır. Aydındır. Eyni qayda ilə davam edə bilərəm. Buradakı U hərfi ilə Ö hərfini də toplayaram. Yazaram U ilə Ö-nün nəticəsi nə verir bizə? U ilə Ö-nün toplaması üst-üstə düşməsi nəticəsində bizdə alınır I. Yaxud davam edə bilərik. F ilə Y-nın nəticəsi nə verir bizə? F üstə gələk Y. Bizə nəticə nəyi verir? Görək. Burada baxıram ki, Z-nı verir. İndi mən burada da baxıram ki, elə burada birinci Y ilə nəyi toplayacaq? F-nı toplayacaq. Yer dəyişmənin burada bir əhəmiyyəti yoxdur. Y üstə gələk F, yaxud F üstə gələk. Y ilə F-nın nəticəsi təbii ki, burada bizə birinci hərfinə verəcək, Z hərfi verəcək. Z verəcəksə artıq mənim cavabım hazırdır, Y variantıdır. Amma davam edə bilərik. Necə ki, axıra kimi. Məsəl üçün, buradan da L ilə Ü-nün nəticəsinə baxaram. L üstə gələk Ü. Alınır neçə görək? L ilə Ü-nün nəticəsi görək nə alınıbdır burada? L ilə nəticəsi görürük burada A alınıbdır. Bunu yazıram A. Yaxud burada da E ilə Q-nun nəticəsi nə alınıbdır? Yazıram E ilə Q-nun nəticəsi alınıbdır nə? N. Şimdi gələm bura. Y ilə F-nı toplayıb Z yazdım. Ü ilə L-nı toplayanda nə alınırdı? L ilə A verirdi. Bunda olacaq A. Sonra B ilə S-nı toplayanda, burada S ilə bu nə verirdi? M. Sonra Ö ilə Ü nə verir? Burada yazmışdım. Ü ilə Ö. U. Ö ilə U daha doğrusu. Ö ilə U. Nə verirdi? I verirdi bizə. Axırıncı da Q ilə da E. Burada yazmışam. E ilə Q M verirdi. Hamısını bircə-bircə yazaraq da zaminin olduğunu tapa bilər. Təbii ki, imtahanda yoxsa elə Z ilə başlayan bir dənə variant olduğunu götürüb sürətli şəkildə növbəti sualımıza keçməliyik. Baxaq 8 nömrəli sual. 8 nömrəli sual iş məsələlərinə aiddir, riyazi məsələlərdir. Biz bilirik ki, imtahanımıza, yəni hüquqla bağlı olan, istər psixologiya ilə bağlı olan imtahanlarda məsələ mütləq düşür. Yəni bir dənə və yaxud iki dənə düşmüş olur. Öncəki illərin təcrübəsinə əsaslanaraq bunu deyirəm. Ona görə də məsələ nədən ibarətdir? Bu sınağa da ona görə salmışıq ki, riyazi məsələ, çünki daha öncəki imtahanlarda istifadə olunur. Bizə deyir ki, eyni işi Turxan 9 günə, İmran isə 6 günə yerinə yetirir. Onlar birlikdə 3 gün işlədikdən sonra Turxan bu işdən uzaqlaşdırılır və İmran işi təklikdə tamamladı. İşə cəmi neçə gün sərf olunur? Baxın, eyni bir işdir. Turxan bu işi 9 günə yerinə yetirir. Düzdür? İmran isə bu işi 6 günə yerinə yetirir. Uşaqlar, biz bu halda bunların birinci növbədə iş görmə qabiliyyətini tapmalıyıq. Bir işi 9 günə yerinə yetirən adam, onun bir günə 9'da 1 hissəsini görür. Çünki 9 dənə 9'da 1'i toplayaraq işi yekunlaşdırır da 1 eləyir. İş yekunlaşanda 1 tama bərabər olur. Həmçinin İmranda bir gün onun 6'da 1'ini yekunlaşdırır. İkisi birlikdə işləyirlərsə yoldaşlar, ikisini birlikdə bir günə gördüyü iş 9'da 1 ilə 6'da 1'in cəmidir. Yəni bu 9'da 1'ini gördü, bu da 6'da 1'ini gördü. Bir günə bu qədərini görürlər. Amma bizə bir gün demir. Deyir ki, onlar birlikdə 3 gün işlədilər. Yəni, bu bir günə gördükləri işi mən vuracam 3'ə. Baxam görüm, işi nə qədər görüldü. Bax, bunlara da orta məxrəc tapmalıyıq. 6 ilə 9'u orta məxrəc bilir ki, 18'dir. 9'u vurarıq 2'yə, 6'nı da vurarıq 3'ə. 9'u 2'yə vurarıq 18 desin, 6'nı da 3'ə vurarıq 18 desin. Burada sürətlərdə nə olacaq? Burada 1, 2'ni 2, üstə gəlir 1, 3'ün də 3. Bu eləyəcək 18'də 5. Bunu da vurmalıyıq 3'ə. Əgər bunları ixtisar etsək, burada nə olacaq? Burada 13'dən ixtisar edəndə 3, 18'dən burada qalır 6. Yəni qalır 5'də, 6'da 5, üzr istəyirəm. 6'da 5. Yəni məxrəcdə 6 sürətlədir. 6'da 5 hissəsi işi nə oldu? Görüldü. 6'da 5 hissəsi görüldüsə, neçə hissəsi qalır? İş bilirik ki, 1 tamdır da. Onun 6'da 5 hissəsi görülübsə, deməli 6'da 1 hissəsi nə olur? Qalıb. Düzdür? 6'da 1 hissəsi qalıb. İndi
Bu 6'da 5 hissəsini görmək üçün neçə gün vaxt sərf olunub burada? 3 gün. Gəl indi görək, qalan işi. Bu tək başına görən yoldaş kim idi? İmran idi. İmran görək qalan işi neçə günə yerinə yetirəcək ki, işin ümumi neçə günə yerinə yetirildiyini soruşur. Mən gün tapmalıyam da burada. Deməli, qalan işimiz 6'da 1'dir. Bunu bölməliyəm. İmranın iş görmə qabiliyyəti. İmranın iş görmə qabiliyyəti nə idi? Burada yazmışdıq. Vermişdi bizə. İmran 6 günə gördü. Deməli, 6'da 1 eləmə, bölməliyəm İmranın iş görmə qabiliyyətinə. İmranın iş görmə qabiliyyəti də zaten 6'da 1'dir. 6'da 1'i də 6'da 1'ə böləndə bu eləyir 1. Yəni, İmran bir gün tək işləyir. Bu tapdığım vaxt, zamandır. Baxın, 3 gün birlikdə işləmişdilər. Qalan işi də İmran bir günə işləyib qutardı. Deməli, ümumilikdə iş neçə günə qutarıldı? 3 gün birlikdə, bir gündə burada iş neçə günə qurtarır? 4 günə qurtarmış. Cavabımız olacaq D variantı. Baxırıq 9 nömrəli sual. 9 nömrəli sualda qeyri-aşkar operatorlar mövzusuna aiddir. Yəni, ədədlərdən ədəd almaq tapmaca tipli operatorlar mövzusuna aiddir. Burada məsələ nədən ibarətdir? Birinci tərəfdəki bu ədədləri cəmləyirsən eləyir 6. Bu tərəfdəkiləri də cəmləyirsən eləyir 12. Və bu 12-dən 6'nı çıxıblar, nəticə yazıblar 6. Bu tərəfdəkini toplayırsan eləyir 15. Bu tərəfdəkiləri də toplayırsan eləyir neçə? 15. Hə. 15'dən 15 çıxanda qalır 0. Ümumiyyətlə, yoldaşlar, nəticədə 0 və mənfi görəndə yadınızda saxlayın. Burada çıxma ola bilər də. Balacadan böyük çıxırsan ki, mənfi alınır. Yaxud 0 görəndə fikirləşin ki, vurma da ola bilər. Çünki nəyisə 0'a vurub 0 almaq mümkündür. Amma mənfi görəndə 99% burada çıxmadan söhbət gedir. Yəni, bu da sizə bir tüyo deyək də ipucu olsun. Buradakı rəqəmləri toplasaq 13 eləyir. Buradakı rəqəmləri toplasam neçə eləyir? 9 ilə 5, 14, bu da 21 eləyir. 21-dən 13 çıxsam həqiqətən 8 eləyir. Buradakıları toplasam eləyir 24. Buradakıları toplasam neçə eləyir? 18. Hə, bax buna görə mənfi alınır ki, 18-dən 24 çıxmaq olmur da, çıxanda mənfi alınır. İndi buradakıları toplayacaqsa eləyəcək 15. Buradakıları da toplayanda neçə eləyir? 1 ilə 5, 6, bu da 9, 15 eləyir. 15'dən də 15 çıxarsınız. Nə qalacaq? 0 qalacaq. Deməli, cavabımız olacaq nə? 0, yəni D variantı. 10-cu sualla davam edirik. 10-cu suala baxmazdan əvvəl istədim burada biraz geniş yer götürüm ki, 10-cu sualın izahı bir balaca uzun çəkəcək. Yoldaşlar, sualda bizə deyir ki, qırmızı və sarı rəngli karandaşlar, keçən imtahanda da belə bir sual düşmüşdü, xatırladım. 4'dən artıq qırmızı karandaşın yanaşı olmaması şərti ilə düzülürsə, ən çox neçə karandaş olmalıdır ki, mümkün düzülmə variantlarının sayı 2 rəqəmlərlə də bərabər olsun. Bunun üçün nə edirik? Bax, birinci fikirləşirik. Biz karandaş götürürük. Ya qırmızı götürməliyik, ya sarı. Tutalım ki, sarı götürsən birinci karandaşını və yaxud qırmızı götürsən, vəziyyət necə olar? Bunların hamısını bir mütləq şəkildə qeyd edilməliyik. Baxın, ilk öncə bir karandaş götürürəm. Neçə hal götürə bilərəm mən? 2 dənə hal götürə bilərəm. Necə ki, çünki ya qırmızı götürəcəm, ya sarı götürəcəm. Onun üçün, bax, belə bir xırdaca cədvəl qururam burada ki, hər karandaşın sayını yazanda neçə karandaş götürə bilərəm, onu da yazacağam. Baxın, tutalım ki, bir karandaş götürsək, 2 karandaş götürsək, variantda 10'a qədərdir deyə, mən də indi 10'dan düzəldəcəm burada. Və bunu nədən ötürü yazıram? İndi birazdan həllini verərkən özünüz görərsiniz, niyə görə belə cədvəl qururam mən burada. Baxın, belə bir cədvəl düzəltdik. Mən burada yazacağım. Məsəl üçün, bir karandaş götürsən, neçə versiya var? Bir karandaş götürsən, 2 versiya var. Ya sarı olacaq, ya da qırmızı olacaq. Bəs 2 karandaş götürsən. Tutalım ki, sarının yanında bir dənə də karandaş götürürəm. Sarının yanında götürdüyüm digər karandaş qırmızı da ola bilər, sarı da ola bilər. Aydındır. Yaxud qırmızının yanında götürdüyüm digər karandaş sarı da ola bilər, və yaxud belə yazaq, qırmızı da ola bilər, sarı da ola bilər. Amma bir şeyə diqqət eləməliyik. Nəyə diqqət eləməliyik? Biz burada bizə deyir ki, 4'dən artıq qırmızı karandaş götürə bilməliyik. Yəni, bunu da birazdan bir qeyd deyəcəm.
4-dən artıq, yəni 4 dənə, maksimum 4 dənə qırmızı yan-yana gələ bilər də. 5-ci qırmızını artıq götürə bilməyəcəm. İndi 2 dənə, bax, bir karandaş götürəndə neçə versiya almışdı? 2 dənə versiya. Qırmızı ya da sarı götürəcəkdim də. 2 karandaş götürəndə artıq 4 dənə versiya var. Onu deməli 2 karandaş götürsək, 3 karandaş götürsək, 4 karandaş götürsək, 5 karandaş götürsək, 6 karandaş götürsək, 7 karandaş götürsək, 8 karandaş götürsək, biraz çox çəkmişəm, 9 karandaş götürsək, 10 karandaş götürsək, neçə versiya alınacaq? İndi onu yazmalıyım. Təbii ki, bunların hamısını belə yazmayacağım. Bir yerdən sonra bu 3-lü, 4-lü, 5-li Fibonacci edəcək. İndi 4 dənədən artıq dediyinə görə mən 5-li Fibonacci'dən istifadə edəcəm. Yəni 4-dən sonraki olmayacaq. İndi onu da nəyə görə edəcəm? İndi onu da deyəcəm. Uşaqlar, 2 karandaş deyəndə mənim neçə versiyam oldu? 1, 2, 3, 4. Yaxşı, 3 karandaş olsun. Tutalım ki, qırmızıdan sonra nə yaza bilərəm? Qırmızı da yaza bilərəm, sarı da yaza bilərəm. Sarıdan sonra nə yaza bilərəm? Qırmızı da yaza bilərəm, sarı da yaza bilərəm. Hələ ki, bir sıxıntı yoxdur. Bu qırmızıdan sonra nə yaza bilərəm? Qırmızı da yaza bilərəm, sarı da yaza bilərəm. Bu sarıdan sonra nə yaza bilərəm? Qırmızı da yaza bilərəm, sarı da yaza bilərəm. Uşaqlar, burada neçə versiya var? Saysaq 8 dənə, yəni 2 üstü 3 qədər. Əslində bu 2-nin dərəcələri qədər artır. Baxın, 2 üstü 1, 2, 2 üstü 2, 4, 2 üstü 3, 8. 2 üstü 4, burada 16 olacaq məsələn. Amma indi mən onu belə vizual olaraq yazıram. Nəyə görə? Çünki burada məhdudiyyət verib bizə, ona görə. Bax, indi qırmızıdan sonra götürəcəyim karandaş qırmızı da ola bilər, sarı da ola bilər. Yaxud sarıdan sonra götürdüyüm qırmızı da ola bilər, sarı da ola bilər. Sonra bu qırmızıdan sonra götürdüyüm qırmızı da ola bilər, sarı da ola bilər. Bu sarıdan sonra götürdüyüm qırmızı da ola bilər, sarı da ola bilər. Yaxud bu qırmızıdan sonra götürdüyüm qırmızı da ola bilər, sarı da ola bilər. Bu sarıdan sonra götürdüyüm qırmızı da ola bilər, sarı da ola bilər. Bu qırmızıdan sonra götürdüyüm qırmızı da ola bilər, sarı da ola bilər. Yaxud bu sarıdan sonra götürdüyüm qırmızı da ola bilər, sarı da ola bilər. Burada da saysaq 16-dır. İndi məhdudiyyətimiz burada özünü göstərəcək. Necə? Burada yenə heç bir problem olmayacaq. Yəni qırmızı, sarı yazacağam. Hələ ki 5 dənə qırmızını yan-yana görməmişəm. 4 dənə qırmızı görürəm də burada. 4-dən artıq deyib. Yəni 5-ci olmaz. Mən amma burada yazanda artıq bax qırmızı, 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 qırmızı. 4 dənə qırmızı yan-yana gəlir. Növbətini mən artıq qırmızı yaza bilmirəm. Və bu o deməkdir ki, növbəti bizdə neçədən olacaqdır? 32 dənə olacaq. Amma mən onun bir dənəsini götürə bilmirəm deyə neçədən olacaq? 31 dənə olacaq. Və bundan sonrası artıq 5-li Fibonacci kimi gələcək. Necə 5-li Fibonacci? Yəni mən 6-cı karandaşı tapmaq istəsəm, ondan əvvəl yazılan 5 dənə karandaşın cəmi qədər olacaq. Məhdudiyyət qoyulduğu yerdən başlayıram da, elə bil ki 5-ci karandaşdır. Bunları da toplasam, bundan əvvəlki bu 5 dənə ədədi toplasam, 4 ilə 16, 20, bunları da toplasam, elədi neçə? 10. 30 elədi, bu da 31, elədi 61. Növbəti karandaşı tapmaq istəsəm, bundan əvvəlki 5 dənəni toplayacağam. Yəni 4-ü, 8-i, 16-nı, 31-i və 61-i. Bunları da toplayanda səhv eləmirəmsə 120 edir. Bundan sonrasını tapmaq istəsəm, bu 5 dənəni toplayacağam. Yəni 120-ni, 61-i, 31-i, 16-nı və 8-i toplayacağam. Bunları toplayacağam. Amma mənə orası lazım deyil. Niyə? Bizə deyildi ki, ən çoxu neçə karandaş götürmək lazımdır ki, mümkün düzülmə variantlarının sayı 2 rəqəmli ədəd olsun. Yoldaşlar, mümkün düzülmə variantlarının sayı 2 rəqəmli olub 4 karandaşda, 5 karandaşda, 6 karandaşda. Əgər bizdən ən çoxu soruşursa, deməli 6 karandaş götürməliyəm ki, 2 rəqəmli ən çoxu neçədə olub? 6-da olub da. Ondan sonra 3 rəqəmliyə başlayır. Bunun digər variantı da vardı. İmtahana o düşmüşdü. Ən az neçə karandaş götürmək lazımdır ki, 3 rəqəmli olsun? Orada 7 karandaşdır. Amma bizim sınavımızda bunu bir balaca dəyişiklik eləmişik. Ən çox neçə karandaş götürmək lazımdır ki, 2 rəqəmli olsun? Ən çox 6 karandaş götürmək lazımdır ki, 2 rəqəmli olsun. Bununla bağlı geniş bir izah videosu da çəkib YouTube kanalımıza yerləşdirəcəm. Karandaşla bağlı olan bütün məsələ tiplərini. Əslində daha əvvəllər dərslərimizdə izah vermişəm, amma konkret karandaşlarla bağlı xüsusi bir izah, geniş bir izah, bütün versiyaları bir arada yoxdur. Ayrı-ayrı versiyalar, imtahana düşən versiyaların hamısı var, amma bir arada çəkib onu da YouTube-a yerləşdirməyi planlaşdırıb. Sınavımızın sonuna gəldik. Diqqətinizə görə sağ olun. İnşallah sabahki ikinci ali təhsil imtahanında hər birinizə uğurlar arzulayıram. YouTube kanalımızı izləmədə olun. Daim belə imtahan sualları və imtahana düşə biləcək sualları izləmək üçün YouTube kanalında izləməyi sizə tövsiyə edirəm. Sağ olun, salamat qalın.